Hind klinikasına gəlmişik və çox maraqlı bir qonaqla sizi görüşdürəcəm. Elmi Lədun bilicisi, ekstrasens Paşa Yaqubun qonağı olacaq və bizi maraqlandıran suallara Paşa bəy cavab verəcək. Ümid edirəm ki, həm sizə, həm də mənə çox maraqlı olacaq. Bizi izləyin. Xoş gördük Paşa doktor. Yəni sizinlə görüşümüzün əvvəlində də onu qeyd elədim ki, bu ayın 24-ü gözəl bir hadisə baş verəcək. Doktor xeyriyyə aksiyası ilə, yəni imkansızlara da yardımı toxunacaq Paşa doktorun və mənə elə gəlir ki, bu çox gözəl bir təşəbbüsdür. Bundan dolayı bir vətəndaş kimi sizə də öz təşəkkürümü bildirirəm. Belədir də, düzdür? Ayın 24-ü, aprel ayının 24-ü. Bir də doktorun öz dilindən eşidək. Bu birinci tamaşaçıları salamlayıram. Hamısını sizə salamlayıram Tərana xanım. Xoş gəlmisiniz. Bu aprelin 24-ü xeyriyyə aksiyası keçirdəcəm və kim istəsə, yəni açıq qapıdır. Kim istəsə gəlib müayinə oluna bilər, tərəfimizdən müayinə oluna bilər. Çünki mənə müraciət edənlər çoxdur. Açığı bəzi adamlar deyir ki, ödənişə imkanım yoxdur falan, belə də. Nə gözəl doktor, nə gözəl. İmkansız adamları da nəzərə alıb. Mən hərdən bayramlarda, adətən bayramlarda eləyirdim aksiyanı. Artıq biz alışmışıq. Bu artıq neçəncidir bilmirəm, amma bu dəfə aprelin 24-ü də elə bir gözəl gündür. İlin 114-cü günüdür. 114 də Quran rəmzidir. Ona görə elə ilin 114-cü günündə də aksiya təyin elədim ki, Allah xatirinə imkansız adamlara da xidmət eləyək. Bax, doktorun kitabları qarşımdadır. Ən birinci sualım odur ki, doktor, bu boyda kitablar yazmısınız. Yəni, bunlardan insanlar, oxucular faydalanması üçün bir təbliğat varmı? Yəni, bu çox mənim özümə də maraqlıdır. Mən indi doktorun yanına gəldim, bu kitabları gördüm. Amma bir oxucularla təmas varmı ki, bu kitabları oxusunlar, hələ ilkin məlumat alsınlar, yəni? Bu kitabların hamısı internetə qoyulubdur. Mənim özümün web saytım var, Paşa Yaqub saytı var. Orada kitablar yerləşdirilib. Gələn pasiyentlərimə hədiyyə eləyirəm ki, oxusunlar. Həm ingilis dilinə tərcümə olunubdur. Hətta ingilis dilində də. Həm Azərbaycan dilində tərcümə olunubdur. 5 ensiklopediyam çap olunub indiyə qədər. Cəmi 39 adda kitabım çap olunubdur. İnşallah gələn ayda 40-cı kitabım çap olunacaqdır. Yəni doktorluqla bağlı həm də elmi fəaliyyətiniz davam eləyir. Bəli, elə həkimlik fəaliyyətimə görə çox da bu kitabları tədbirlər keçirdə bilmirəm. Vaxt olmur ki, kitabların təqdimatını falan amma sosial şəbəkələrdə, internet üzərindən kitabları paylaşıram və gələn xəstələrdə kitablarımın hamısından hədiyyə verirəm. Çox gözəl. Doktor, elə ilkin söhbətimizə pangeizmlə bağlı başlayaq. Bu pangeizm mövzusu, ümumiyyətlə pangeizm nədir? Yəni elə bundan başlayaq ki, bəzi oxucularımız ola bilər, indi mən maraqlandım, bəzi detallara vardım. Amma pangeizm nədir? Bunun bir formulasını. Bugün dünyaya fikir versəz, şimaldan cənuba, cənubdan qərbə hamısı müharibələr gedir. Dünya müharibə alovunda yer kürəsi demək olar ki, bürünmə üzrədir. Hələ get-gedə də bu böyüyür. Avropada da artıq müharibəyə qarışıbdır. Avropa özündə tədbirlər görürlər ki, ehtiyat tədbirləri görün, ərzaq yığın, müharibə hər an hücum ola bilər, Avropaya hücum ola bilər. Amma Avropaya hücum olub olmamasından asılı olaraq Avropa özü müharibənin içində tərəf kimi Rusiya ilə müharibədə iştirak edir. Demək olar ki, bütün dünya hal-hazırda müharibə içindədir və heç bir super güc, heç bir super dövlət bunu müharibənin alovunu söndürə bilmir. Bir qədər siyasətçilərdə güman var idi ki, inan var idi ki, Trump gələcəkdir, Amerikan yeni prezidenti, o müharibəni yatızdıracaqdır. Trump da gəldi və göründü ki, bu da müharibəni yatızdıra bilmir. Artıq özü etiraf elədi ki, biz çəkildik, geri çəkildik, kim nətər bacarır elə də eləsin. Və bütün dünya, bəşəriyyət bu günlərə müharibədən çıxış yolu axtarır, xaos içindədir və çıxış yolu axtarır ki, bu tökülən qanları, bu axan göz yaşlarını necə biz evlər dağılır, şəhərlər uçulur, alt-üst olur da, xaraba qalır. Bütün şəhərlər, ölkələr, başdan ayağa çox ölkələr demək olar ki, xaraba qalır. Şərqdə, əvvəl şərqdə idi belə şeylər. İndi artıq şimalda, yəni Ukraynada, digər ölkələrdə qərbə doğru bu dağıntı davam edir. Müharibə alovu davam edir. Alovlana gedir.
Və belə bir vaxtda biz də elmi lədun bilicisi olaraq Allaha müraciət elədik ki, buradan necə çıxmaq olar? Necə bir yol göstərir, bəşəriyyətə necə bir yol göstərək ki, o hansı ideya ətrafında bəşəriyyəti birləşdirmək olar? Bizə informasiya gəldi göydən ki, bəşəriyyəti pangeizm ideyası ətrafında birləşdirin. Bu pangeizm ideyasında insanlara Allahdan gəldiyini sübut eləmək üçün ki, bu ideya Allahdan gəlir. Ayı göstərdilər bizə. Ayın üzərindəki ləkəyə fikir verdilər. O ləkə yerin ilk yaranışının xəritəsidir. İndi operatordan xahiş edirəm ki, onu ekrana gətirsin. Hani yer kürəsinin xəritəsinin ilk yaranışı Pangeya materik olubdur. Yer kürəsi ilk yaranışda Pangeya materik olubdur. Bu internetdə də bu xəritə var. Kim istəsə yazar Pangeya, o xəritə çıxacaqdır. Xəritəni qoyun qarşınıza, axşam da aya baxın. Görəcəksiniz həmin xəritə aydadır. Eyni xəritədir. Ayda görünür bu. Bu insanlara sübut eləmək üçündür ki, bu Allahdan gəlir bu ideya. Və insanlar hər gün, hər axşam Allah Taala bizə aydan informasiya verir ki, kodlaşdırılmış mesaj ötürür ki, birləşin. Yer də ilk dəfə bir olubdur. Pangeya materik olub, milyon illər bundan qabaq. Və sonradan yer zəlzələlər nəticəsində parçalana 5 qitəyə parçalanıbdır. İndi insanların da kökü bir olubdur əvvəllərdə. Sonra millətlərə parçalanıbdır. Torpaq parçalandığı kimi yer parçalanır, insanlar da parçalanırlar. İndi bizə informasiya gəlir ki, göydən insanları birləşdirin, kökündə birləşdirin. Yəni yeri də birləşdirin, insanlar bilsinlər ki, bir olublar, əvvəl bir olublar. İndi də bir olsalar, birləşsələr, pangeizm ideyası tərəfində birləşsələr və dünyaya sülh gələr. Nətər deyilir, müharibə alovu sonar. Və bizə də bildirilir ki, insanlara belə de ki, torpaq bizim deyil, biz torpağınıq. Maraqlıdır. Yəni biz gec-tez torpağa qayıdacağıq, torpağa girəcəyik. Torpağı biz heç kim torpağı zəbt edib saxlaya bilmir. Hamı torpağa gedibdir. Torpaq hamınıdır. İnsan torpağı uda bilməz. Bəli. Bunun da nəyə görə müharibə aparıb özünüzü öldürürsə? Allah Taala bu torpağın üzərində bizə gözəl nemətlər verir. Elə hamı bütün millətlər o nemətləri yesə, heç milyon illərdə belə o nemətlər qurtarmaz. Düzgün bölüşdürülsə, sadəcə bu nemətləri Allahın torpaq üzərində verdiyi neməti düzgün bölüşdürüb yemək lazımdır. Bu hamıda və hamıda sülh şəraitində qarnı da doyar, sülh da olar, heç bir müharibə də olmaz. Nəyə görə bir-birinizi öldürürsünüz bu torpaq uğrunda, bu uğrunda? Onsuz da nə xeyri var o torpağın insanın, ya səndə oldu, ya məndə oldu, kiminsə adına olmağın nə faydası var? Əsas olsa onun nemətlərindən hamı istifadə eləsin və bəhrələnsin da. Dava eləyəcək, onsuz da tərəflərin biri öləcək, o birisi də yaralanacaq. Heç kimə onun faydası olmaz. İkisi də öləcək, sonra torpaq da qalacaq. Allah bilir kimə qalacaq, Allah bilir daha. Bəli. Ondan ötürü insanı özünü öldürməməli. Bu bəşəriyyət bu hikməti dərk eləyəndə artıq müharibələrə son qoyulacaqdır. Ona görə mən bu broşura yazmışam və ingilis dilində də bunu tərcüməmişəm, rus dilində bütün dünyaya yayıram. Pangeizmlə bağlı burada hansı? İndi ekrana gələcək, ekranda üz qabığı orada görünür və o bütün dillərdə tərcümə olunub və yayılır. Özüm də gələn xəstələrə verirəm. İndi yanımda olmasa da Doktor, yəqin tək siz yox, bütün ekstrasenslər bu pangeizmi təbliğ eləməlidir də. Hamı təbliğ eləsə yaxşı olar. Düzdür, bizə gəlib o informasiya. Ona görə biz hələ ki biz mən təbliğ edirəm da. Gələcəkdə o başqa insanlar da onu təbliğ eləsələr, yaysalar, bir o broşuralarda əlinə düşən broşuranı bir başqasına da versələr, yəni təbliğat güclənər, yayılar və İnsanlar sülhə gələrlər. Bilərlər ki, bir-birini qırmağa, qan töymeye ehtiyac yoxdur. Torpaq da Allahındır, yer də Allahındır, nemətlər də Allahındır. Yeyin, kef eləyin. Niyə bir-birinizi qırırsınız ki? Tamamilə doğru. Doktor, orada mən baxdım pangeizm, ay və sülh. Yəni bunların simvollarıdır da. Yəni Pangeya yerin materikidir. Üstə gəlirsən ayın təsiri, ayın üstündəki ləkə və onunla birləşdirir insanlar, onu birləşdirib qəbul eləsələr, birləşsələr o ideya ətrafında sülh yaranar. O düsturun formuludur. Düsturudur da, yəni sülhün düsturudur.
Doktor, buradan belə bir loru dildə desək, yəni nəfs mübarizəsi gedir. Bəli, insanları o torpaq uğrunda müharibəyə nəfis vadar edir ki, çoxlu pul qazansınlar. Mafiyalar oradan silah satırlar, pul qazanırlar. Bəli. O torpaqlarda böyük xəzinələr var, yeraltı sərvətlər var. Bəli. Ondan o müharibələr o sərvətlərin üzərində gedir. Bunu da eləyən nəfisdir. O mafiya böyükləri, babaları da, nətər deyirlər də, başçıları, Bəli, dünyanı idarə edən ki, mafiyalar var. Onlar o sərvətlər uğrunda müharibə aparırlar. Sadəcə olan kasıba olur. Qırılan cəmaatın balası o kasıbın balası olur da. İnsanlar bunu dərk eləsələr və biraz nəfislərinə son qoysalar, yavaş-yavaş onlar da o idarə edənlər də görərlər ki, xalq bunu istəmir, onda müharibəyə son qoyarlar, eləməzlər. Bu dəqiqə yəni bir ekstrasens olaraq deyirəm, həm doktor olaraq deyirəm, həm artıq yəni bu boyda elmi bilikləriniz var, elmi işlərlə məşğulsuz. Bu gün ən çox narahat eləyən xəstələrimizi nədir? Ən çox panik atakdır deyimmi? Onurğadır deyimmi? Burada indi bu kitabdan da bəzi statlar gətirəcəm. Nədir ən çox ki, yəni kütləvi surətdə ən çox əsəb xəstəliklərindən insanlar əziyyət çəkirlər, əsəb xəstəliklərindən əziyyət çəkirlər. Və ondan da hər şey yaranır. Ondan sonra bütün xəstəliklərdə əsəbdən doğur. Əsəbin özü də negativ enerjidən doğur. İnsana negativ enerji daxil olandan sonra sinir sistemi pozulur, insan əsəbi olur. Əsəb olandan sonra səbəbsiz ağlamalar olur, sonra ağrılar baş verir, panik atak, qorxu, həyəcan gəlir. Və o da sonradan həmin analar, həmin qızlar ki, hamilə qalırlar. Uşaq dünyaya gətirəndə bütün o keçirdiyi hissləri əsəblə, panika ilə bağlı bütün hisslər keçir uşağa. Uşaq onda autizmli doğulur. Bugün görürsünüz nə qədər autizmli doğulan uşaqlar var, əqli gerili doğulan uşaqlar var, əngəlli doğulan uşaqlar var. Hamısı o insan, qadınların, qızların keçirdiyi o əsəbdən, stressdən yaranır və o stressin də dediyim kimi səbəbində negativ enerji dayanır. Doktor, autizmi müalicə edirsiniz? Mən çox autizmdən çox insanları sağaltmışam. Hətta 14 yaşında bir qız uşağı gətirmişdi, danışmırdı. 14 yaşına qədər danışmamışdı. O barədə mənim YouTube kanalımda da video var. Onun himayəyə götürən bir qadın var. Valideynlər rəhmətə getmişdi, bir qadın saxlayırdı onu. Onun da danışığı var orada. 14 yaşına qədər heç nə hiss eləmirdi. O hissiyat kişidir, qadın da o fərq bilmirdi, danışmırdı. Gecələr qışqırırdı, bağırırdı, gecələr yatmırdı. Bir neçə seansdan sonra o tamamilə sağaldı. Sonra mənə videosunu göndərmişlər ki, moda göstərirdi. Ay, nə gözəl. Podiumda moda göstərirdi. Sağalandan sonra maniken kimi qəşəng qız, çox qəşəng, yaraşıqlı qız idi. Amma bir şey dedim ki, o belə bura gələndə 14 yaşı vardı, çox yaraşıqlı qız idi. Heç kənardan baxan adam bilməzdi ki, bunda autizm var da, bu əqli geridir. Amma ki, onun bir şey var ki, yolda getdiyi yerdə tualet ehtiyacını ödəyirdi da. O dərk eləmirdi ki, bura küçədir, yəni ona çatmırdı. Doktor, onlar hamısı elədi. Ondan sonra o bir-iki seansdan sonra da o şey eləmədi. Küçədə tualet ehtiyacını ödəmədi. Doktor, bu nə gözəldir. Ondan sonra rahat, sonra danışmağa başladı. Hətta bir dəfə onu gətirən xanım deyirdi ki, indi sən Allah bunu elə ki, biraz az danışsındır. O qədər danışır. Deyirəm, 14 ildir bu adam danışmır. Ona görə belədir. Bu böyük uğurdur. Bu pangeizm ümumiyyətlə ailə düsturlarına üstünlük verir ya vermir? Mənim maraqlı. Pangeizm ailəni dəstəkləyir. Bəli. Düzgün olmağı, halal olmağı, sülh olmağı, ailədə də sülh olmağı, sülh şəraitində yaşamağı. Bir dənə mən deyim, bütün peyğəmbər insan dünyaya gələndə pangeist doğulur. İndi mən deyəcəm, sübutunu deyəcəm sizə. Hər bir insan pangeist doğulur. Pangeist ümumiyyətlə sülh yaradan deməkdir. Sülhə çalışan mənası, sülh mənası bildirir bir mənasında da. Uşaqlara fikir versə, 2-3 yaşında uşaqlara fikir verin. Onlar həmişə ailədə mübahisələr yatızdırmağa çalışırlar. Valideyn mübahisə edəndə gedir, onu yapışır ki, dartışdırır ki, sakit ol. O nə deməkdir ki? Pangeistliyin əlamətidir o. Sülh yaradandır uşaqlar. Sonra böyüdüksən, egoizm gəlir insana. Egoizm gəldiksən, o bir uşağın oyuncağını alır əlindən. Biraz böyüyəndən sonra o bir uşağın başqa bir əşyası, paltarını alır əlindən ki, mənim olsun. Biraz da böyüyəndən sonra evin eşiği istəyir ki, o ev eşiği hamısı onun olsun. Biraz da imkanlar böyük olanda torpağın deyir ki, xalqın o birisi torpaqlar falanlar mənim olsun. Ona çalışır da. İnsan deyir, yeganə peyğəmbərlərdir ki, pangeist kimi də ölüncə pangeistliklərini itirmirlər. Amma insanlar yox. Bir də Allah dostları, peyğəmbərlər və Allah dostları ölüncə pangeist qalırlar. Amma insanlar uşaq biraz 3-4-5 yaşdan sonra başlayırlar egoizm. Pangeizmin düşməni yəni egoizmdir.
Egoizmlə pandeizm həmişə mübarizə aparır da. Egoizm də bir nəfsə aid olan bir şeydir. İnsanların nəfsi artdıqsan, dərk elədirsən, nəfsi artdıqsan, istəyir ki, başqasının əşyalarını əlindən alsın, başqasına məxsus olan torpaqları, mülkü, malı əlindən alsın. O gün egoistin əlamətidir və nəfsin, şeytanın, nəfsin əlamətləri də olan. Bunun çıxış yolu pangeizmin təbliğatıdır. Bəli, pangeizm təbliğ olunsa, əgər insanlar bu ideyanı qəbul eləsələr, egonu yenərlər, egoya qalib gələrlər və o egoya qalib gələndə də müharibə olmaz. Müharibə yaradan elə egodur da. Egonun da düşməni yəni bu mənimdir, bu mənimdir, mənim olmalıdır da, mənim olmalıdır. Bu mənəmlik olmamalıdır. Bəli. Bax, bu günlərim o gənclərin bir-birinə qarşı olan münasibətləri, cəmiyyətə, insanlara qarşı olan hamısı egoizmlə irəli gəlir. Güclüdür, ego güclüdür. Mənim gücümə, yadıma indi gücümə deyirəm, yadıma düşdü bu Nəsliminin məndə sığar iki cahan, mən bu cahana sığmazam. Nədənsə bu fikir gəldi ağlıma. Yəni bu özü də bir mənəmlikdir də. Bəlkə bu elə bizə qədimdən qalan bir ego var da, yəni bizim insanlarda. Bir qədər ego olamısın o mənəvi mən bu cahana sığma. O mənəviyyat başqa şeydir. Mənəvi dünyasının böyüklüyü ilə o başqa şeydir. Amma bugün mənəviyyatı olmadı, elə mənəm deyənlər çoxdur. Yəni onların arasında bu pangeizm təbliğatı mənə gəlir ki, birbaşa çıxış yolda. Əgər bunu birinci ailədə sülh yaranar onda. Pangeizm olsa pangeizm sülh deməkdir. Sülh olsa ailədə sülh yaranar. İnsanlar pislikdən qaçarlar. İnsan bilməlidir ki, əslində öz pangeizmə görə insan öz alın yazısını özü yazır. Necə? Nə eləyirsə o da öz alnına yazır. Başqasına nə eləyirsə onu öz alnına yazır. O qabağına çıxacaqdır. Yaxşılıq eləyirsə alnına yaxşılıq yazılır. O bir eləmə, iki eləmə onun qabağına çıxacaqdır. Pislik eləyən adam da öz alnına pislik yazır. Yəni burada bumerangdır da. Bəli, və özünə qayıdır. Xidmət eləməlidir, fayda verməlidir ki, başqalar da ona o faydanı qaytarsınlar ona. Nə gözəl. Bu merak nə ötürürsənsə o da sənə gəlir də. Yaxşılıq ötürdün ki, xeyirxahlıq elə ki, o da xeyirxahlıq çıxsın. Dövr eləsin bu xeyirxahlıq və onda bütün dünyada sülh yaranır. Onda nəinki ekstrasenslər, elə biz jurnalistlər də pangeizmi təbliğ eləməliyik və pangeizmdən dərinliyinə gedəndə görürük ki, elə çıxış yolumuz elə buradadır. Doktor, burada yəni bu kitabınız var, bununla da maraqlanıram və burada onurğa orqanizmin antenidir deyirsiniz, düzdürmü? Bəli. Doktor, bir də bir xəstəlik artıq, yəni bu xəstəlik də artıq İnsanlar arasında çox yağlı. Panik atakdan keçən dəfə biz sizdən danışdıq. Bu panik atak öz yerində, yəni bu hələ də davam eləyir. Gənclərin yəni 30-undan 25-i panik ataka tutulub. Yəni bununla mübarizədədirlər. Autizmdən danışdıq ki, autizmi müalicə eləyirsiniz. Və burada mən skolyoz da gördüm. Burada cinsi həvəssizlik. Bunlar da var. Hormon pozuntuları, həyəcan. Doktor, yenə də mən yəni Instagramda da mənə çox müraciət edirlər ki, yəni bu sualı mütləq yəni araşdırın. Bax, bu yuxu ilə bağlı. Bəzi insanlar deyir ki, yəni mən bir rəssam tanıyırdım. O deyirdi ki, mən yuxularımı çəkirəm. O deyirdi ki, deyəndə elə indi də deyir. O deyir ki, mənim bütün əsərlərim mənim yuxularımdır. Yəni o yuxu ilə bir növ bir bağ qurur. İnsanın bir yuxu ilə bir bağı var. Ümumiyyətlə bu yuxunun bizim həyatımıza təsiri. Böyük kəşflərin çoxsuna fikir versə, hamısı yuxuda verilir. Yuxuda verilir. Azca Mendeleyev cədvəli və kimyanın, fizikanın, bütün elə bir ki, kainatın ən çox Mendeleyev cədvəli ilə insanlar işləyir də. Özəyin kainat ərdə edirlər. Dünyəvi elmlərin özəyini təşkil edir. Bu Mendeleyev bu yuxunun cədvəli yuxuda kəşf edilibdir. Ondan qabaq da çox alimlər istəyib ki, o cədvəli tərtib eləsinlər, düzə bilməyiblər, alınmayıbdır o cədvəl. Sonra Mendeleyev Bakıya gəlibdi, Nobel qardaşlarının zavodunda, neftarima zavodunda laborant işləyirmiş, laboratoriyada işləyirmiş. Orada yuxu görübdür. Özü Bakıda görməsinin sirri başqadır. Bakı energetik bir şəhərdir. Dünyanın mənəviyyat mərkəzidir. Artıq ona bu sözü göstərirəm. Məkkə artıq Allah dərgahında dünyanın mənəviyyat mərkəzi sayılmır. Bakı sayılır. Məkkədən alınıb Bakıya verilib o status. Ona görə o Bakıda gördü. Bu gün də görsən pangeizm ideyası Bakıdan təbliğ olunur dünyaya və
bu gün mən sizə deyirəm, indi yaxın vaxtda görəcəksiniz, bütün dünya o ideyanı qəbul edəcək və sülh yaranacaq. O ideya ətrafında sülh yaranacaqdır. İstəyirsiniz inanın, istəyirsiniz inanmayın da. Yəni belə də olacaq. Doktor, artıq məni inandırdınız. Mən ümid edirəm ki, bu Allahdan da görünür. Bax, yəni ayda hər axşam Pangeyanı bizə ayda göstərir Allah Taala. O ki qaldı yuxulara. Dediyim odur ki, Mendeleyev cədvəli də yuxuda kəşf olundu və çox sirri, çox tikiş maşınıdır. Sonra başqa şeylərdə məndə onun siyahısı var. İndi hamısını bir müsahibədə yadıma sala bilmirəm. Bunlar hamısı yuxuda kəşf olunublar. Böyük şeylər, ixtiralar. Yəni yuxu deyib keçməyək də. Böyük orada yuxu, böyük hikmət var. Mən məsələn insana diaqnozu yuxusu ilə qoya bilirəm. Məsələn, sən gəlib deyirsən ki, mənim bir rəfiqəm və bir qohumum belə bir yuxu görübdü. Mən onun bütün həyatını danışa bilərəm sənə. Get soruş görəcəksiniz həmin şeylər olur. Bütün xəstəlikləri nədir onun? Niyə xəstələnibdi? Necə sağala bilər? Nə eləməlidir? Niyə bu vəziyyətə düşüb? Kasıbdırmı? Varlıdırmı? Hamısını deyə bilərəm onsuz. Sıxıntıdadırmı? Yoxsa yolu açıqdırmı? Yolu bağlıdırmı? Hətta onu da deyə bilirəm. Məsələn, heç üzün görməyim. Bir dənə epizoddan yuxusunda bütün həyatını onu deyə bilirəm sizə. Sirri var. Analiz, tibb elmində qan analizi nədirsə, bizim bu elm lədunda da yuxu yozma elmi elə bir şeydir. Yuxunun analizi o qədər qan analizindən daha çox fayda verir. Daha çox söz deyir, informasiya verir. Çünki qan analizi bircə xəstəliyi deyə bilir, amma yuxunun analizi ilə mən xəstəliyin yaranma səbəbini də deyə bilərəm ki, kim eləyib o xəstəliyi, kimin tərəfindən o mənfi enerji göndərilib ki, o sənin nə vaxt göndərilib, nə tər hamısı yuxunun içində var. Onda yuxu göydən bizə göndərilən bir mesajdır. Bəli, mesajdır. Birbaşa mesajdır. Yəni biz inana bilərik də, əgər sabah görsəm ki, yuxuda öldüm, deməli mən ölə də bilərəm. Buna inanmalıyıq. Məsələn, adam qorxuya düşə bilər axı. Gördün ki, 10-cu mərtəbədən yıxıldın, öldün. Yox, elə deməli mesajdır ki, olduğu kimi yuxu görüldüyü kimi yozulmur. Yox, tamam başqa mənası var. Yıxılırsa insan yuxuda, o demək ki, onun nəsə var, böhrana gedir. Onun yolunda bir problem var. Yolunda mənfi enerjilər var ki, o üz aşağı gedir də, yəni irəliyə yolu bağlıdır onun. Uçurum var, qarşısında uçurum var, ehtiyatlı olmalıdır. İlan görürsə, vəhşi ilanlar, vəhşi heyvanlar insanın yuxusuna girirsə, deməli kimsə onun üzərində işləyib ki, ağır mənfi enerjilər yüklənib ona. O onu göstərir. Vəhşi heyvanlar ona işarədir. Üstündə ağır mənfi enerji var, o adam həmişə uğursuzluq olur, o xəstə ola bilər, ya maddi cəhətdən, ya fiziki cəhətdən şeylər var da, problemlər var, problemli adamdır deməli. Doktor, biz indi məsəl üçün siz insanın ruhu ilə birbaşa məşğul olursunuz da. Bəli. Yəni deyək ki, fiziki ağrılar qalır bir tərəfdə, doktor birbaşa ruhu müalicə edir. Bəli. Doktor, bu ruhun yəni qidası nədən keçir? Bax bir cümlə ilə nə deyə bilərik? Ruha nə qida verir? Ruha insanın mənəviyyatı, insanın əxlaqı, mənəviyyatı və gözəl əməlləri. İnsan gözəl əməllər elədirsə, ruh cilalanır, parlayır. Ruh bir enerjidir, bir batareyadır. İnsan da enerji daşıyıcısıdır. Yəni ruh varsa bədənimizdə biz enerji daşıyıcısıyıq. Və bu fizikanın qanunlarına tabedir. Hər bir insan fizikanın qanunlarına tabedir. Fizikada məsələn iki cür cəryan var da, düz xəttli cəryan var, sabit cəryan, bir də dəyişən cəryan. Sabit cəryan, insanın da ruhu da iki halda olur. Sabit halda olur, bir də dəyişən halda olur. Görürsən adam var ki, məsələn axşamüstü pis olur, birazdan sonra yaxşı olur, səhər-səhər pis olur, sonra qalxır. Bax belə ruh dəyişən, kardioqramma kimi ruh qalxır, enir və hal dəyişir də, hal dəyişir başa. O sabitliyin pozulmasından asılıdır. Onu göstərir ki, bu adama negativ enerji daxil olubdur. Negativ enerji daxil olan kimi ruha daxil olur. O ruhda sabitlik pozulur. Düz artıq sabit formasından keçir dəyişən formaya. Cəryan forması dəyişir elə bir sonda. Başlayır qalxır, enir, gah yaxşı olur, gah pis olur, gah ağrıyır, gah yanır, belə də türbəzi halbahal olur da insan. Onda biz onu seans edirik, biz onu fizikanın qanunları ilə biz onu sabitləşdiririk. Mənfi enerjini oradan təmizləyən kimi, bədənini ruhdan təmizləyən kimi. Ruh sabitləşir, artıq onda heç bir ağrı falan, heç nə olmur da. Elə bir ki, bu fizikada bunu tester cihazı ilə müqayisə. Bizim işimizi tester cihazı ilə müqayisə eləmək olar. Ustaların əlində tester cihazı olur, bu kompüterdə yoxlayırlar, evə gələn ustaların hamısında tester cihazı olur ki, harası xarabdır. Orada bir neçə çox funksiyalıdır o tester cihazı. Hamı görür, amma hamı onun mahiyyətini bilmir çox adam. Heç onu işlədənlər də çox vaxt onun dərindən mahiyyətini bilmirlər ki, bu insan cəmiyyətində də bu belədir.
testlərdə dəyişən cəryanı, sabit cəryanı keçirmək funksiyası var. Aha. Demək, hər bir cihazın daxilində iki cür cəryan var. Sabit cəryan var. Məsələn, bir də dəyişən cəryan var. Acı misal çəkimdə televizorun ekranında 2500 volt cəryan var, amma o adamı öldürmür, heç eləmir insana. Daha da fayda verir, ekranı işıqlandırıb baxırsan sən ona da. Onda 2500 tok var. Vurursan, o dızırlayır, adamın əli dızırlayır. Amma girişində, televizorun girişində 220 volt tok var orada. Amma əli vurarsan öldürər. Çünki dəyişən cəryandır onun cəryanı. Növü farklıdır. 2500 sabitdir. Ona heç eləmir adam. 220 isə dəyişən olduğuna görə adamı öldürür. Maraqlı faktdır. Testlərdə, o ustalarda olan testlər cəryanın növünü dəyişə bilir cihazın daxilində. İstəsə sabit eləyə bilər, o cəryanı sabit eləyə bilər, istəsə dəyişən eləyə bilər. Başınız ona görə o xəstəliyin sağalma mahiyyəti bax budur. Biz onun ruhundakı enerjinin növünü dəyişirik. Çox maraqlıdır. Fizika, yəni mən fizikanın qanunları ilə işləyirəm. Qanunlarla işləyirəm da, yəni elə belə bu fantaziya deyil. Əlbəttə ki, elməsə. Mən bunu da göstərirəm. Siz gedim ustalardan soruşun ki, bu testlərdə hansı funksiyalar var. Deyəcək, bir sadada görəcəksiniz ki, məndəki olan funksiya onda da var elə. Fizikada var bu funksiya. Bəli, birbaşa elmi əsaslanır. Bəli, elmi əsaslarla gedir. Elm illədun deyilir. Yəni elmin görünməyən tərəfləri, insanların ağlına gəlməyən tərəflərindən məşğul oluram da mən. İki cür var da, bir var görünən tərəfi var. Məsələn, stolun üstü görünən tərəfi də bunu hamı görür. Bir də görünməyən tərəfi elə bir şey, onu hamı görmür də, o altında nə var. Onu ancaq ustalar, alimlər bilir ki, bu necə birləşdirilib, necə bunun altında nə var. Eyni şeydir, eyni dəfsin işdir. Bax mənim də işim elmin alt qatı ilə məşğul oluram mən. Çox maraqlıdır. Doktor, indi burada xəstəliklərə bir baxıram, müalicə elədiyiniz xəstəliyin növlərinə çoxdur. Burada miqrendir, gündəlik yəni qarşılaşdığımız bir şeydir. Mənim özüm də miqrendən çox əziyyət çəkirəm. Və doktor, burada indi bunlar biraz biz indi miqren deyib keçirik, amma miqren də adi bir şey deyil. Yəni miqren də düzdür. İndi ondan bir balaca məlumat verir. Gündəlik insanın ən çox narahat eləyən bir xəstəlikdir bu miqren. Hər gün başımız ağrıyır, nəsə atırıq gedirik. Yəni mənə elə gəlir izləyicilərimiz də razıdır. Doktor, amma bunu dərmansız da müalicə edir. Bəli, mən miqrendən o qədər gələnlər olur ki, hamısını mən dərmansız müalicə edirəm. Bəli. O da negativ enerjidən yaranır. O enerji oradan götürülmədən tibb elmi onu müalicə eləyə bilmir. Çünki tibb elmi o negativ enerjini götürə bilmir başdan. Biz dediyimiz kimi gələndə mən işlədiyim o fiziki qanunlarla o enerjinin növünü dəyişirəm. Artıq o dəyişən cəryandan keçirdirəm sabit cəryana. Artıq o sabitləşir. Görürsən, miqren bir gah tutur, yaxşı olur, öz-özündən dayanır, qalxır, neçə gündən bir gəlir, qalxır enir də o da. Bax, onu mən sabitləşdirirəm, ondan sonra heç vaxt ağrı baş vermir. Doktor, bir də təbii ki, bizim qadın tamaşaçılarımız da çox olacaq. Çünki söhbət elmilədun bilgisindən gedir, söhbət yəni ekstrasensdən gedir. Təbii ki, qadınların, mənim özüm bir qadın kimi marağım çox böyükdür. Doktor, bax, bu dəqiqə yəni sonsuzluq başa alıb gedir, çox böyük bir problemdir ətrafımda və bilirsiniz ki, dünyada da, bilmirəm, indi Azərbaycanda bu var, dəqiq bilmirəm, amma daşıyıcı analar var da, bilirsiniz. Yəni artıq qadınlar formalarını pozmaq istəmir, yəni daşıyıcı analara müraciət eləyirlər, yəni müəyyən bir məbləğ ödəyir, o daşıyıcı ana o uşağı daşıyır. Yəni bu bir, bax, artıq buna gəlib çıxmışıq. Yəni artıq bunu dəstəkləyirsinizmi və yaxud bu bir faciədir? Bu sonsuzluğun xəstəlik kimi yayılmasında negativ enerjinin böyük rolu var. Yəni ondan yaranır əvvəlcə. Bəlkə burada sevgisizlik var. Daxil olur və insanda sevgisizlik yaranır. Elə insanda o məhəbbət hissi bir fail kimidir. Proqram kimi yüklənir, özə sinəyə, qəlbə yüklənir. Ağciyərdə olur məhəbbət. Çox adam elə bilir ki, ürəkdə olur, ürəkdə olmur. Ağciyərdə yerləşir məhəbbət hissi. Və fail kimi orada elə ki, otuzdurulubdur. İnsana negativ enerji düşəndə o fail oradan silinir. İnsan məhəbbətsiz olur. Heç kimə məhəbbət göstərmir. Ona görə də istəmir ki, onun tərəf müqabili olsun. İstəmir ki, sevə bilmir. Amma sonra öz-özünə fikirləşir ki, mənim gələcəkdə nəslimdə davam elətdirən lazımdır. Bir uşağım olsun. O da gedir süni daşıyıcı daşıyıcılara müraciət edir və oradan pulla alır. O uşaqda heç vaxt sevgi olmur. Anada sevgi
olmadığı kimi uşaqda da sevgi olmur. Məhəbbət hissi olmur. Çünki ana bətni müəyyən şeyləri formalaşdırır da. Məhəbbət hissi ana bətnində keçir uşağa. Sonra 21 ayda südlə ana Quranda yazılıb ki, 21 ay ana südü ilə qidalanmalıdır hər bir uşaq. Orada məhəbbət hissi elə bir fail qüvvətlənir, möhkəmlənir orada. Formalaşır. 21 aya formalaşır məhəbbət hissi hər bir uşaqda, insanda da. O süd verilməyəndə, ana bətnində o uşaq yaşamayanda, o düz uşaq kimi böyüyür, amma məhəbbət hissi olmur gələcəkdə onda. Artıq o süni bir uşağa, həqiqi robot kimi, kukula kimi, elə bir şey kukulaya bir batareya qoyubsan hərəkət eləyir. Bax belə bir şey. Azərbaycandan var doktor belə analar. Nə o qədər olur ki. Dünyada var amma bizdə bilmirəm. Var da yəni. Yəqin ki olar, bizdə də olmamış olmaz hər halda. Doktor, bəs bu qaraciyər pis şeylər daha çox gəlir bizə, tez gəlir. Bəli, dediniz ki, məhəbbət ağciyərdir. Bəs qaraciyərdə nə olur? Qaraciyərdə egoizm olur. Əsəb olanda, insan əsəb olanda, egosu çox olanda qaraciyərdə xəstəlik yaranır. Mütləq var yəni. Bəli. Qaraciyərdən özüm doktor, bir şey deyim, bəs əgər mənim indi bir tanışım var idi, yəni durduğu yerdə belə ayağında ləkələr əmələ gəldi, sonra getdi. Ləkələr əmələ gəldi, sonra getdi. O nəyin göstəricisidir? Adi ləkələr belə. Yəni 5-6 ləkə düşdü və müəyyən vaxtdan sonra çıxdı, getdi. Amma əsəbi bir adamdır. Yəni əsəbi. Onda da bədəndə neqativ enerji olubdur. Ola bilsin o nəsə bir yaxşılıq eləyəndə, nəsə bir elə bir energetik yerə gedib, elə bir enerji qəbul edib, müsbət enerji gəlir. Sonra o müsbət enerji gələndə insana da o bəzi xırda şeylər keçib görürsən, keçib. Yəni fiziki baxımdan xəstəliyin göstəricisi deyil bu. Yox, fiziki deyil o. Enerji ruhla bağlıdır. Ruhla bağlıdır. Doktor, bugün pangeizm haqqında çox gözəl məlumatlar verdiniz. Yəni doğrudan mənim özüm üçün də bu bir yenilik oldu. Düşünürəm ki, tamaşaçılarımıza da bir yenilik olacaq. Çünki doğrudan da əgər söhbət aydan gedirsə, söhbət ayı tanımaq var da burada. Yəni ayı tanımaq. Yəni bu pangeizmin mənə yəni çatan bir də var ki, yəni nicatınızı torpaqda axtarmayın, göydə axtarın. Yoxsa bu kitabın adı İnanmayan Aya Baxsın. Burada da mən pangeizmdən danışmışam. Yəni pangeizmə ideyaya inanmayan aya baxsın. Görəcəksiniz ki, ay göstərir. Hər gecə ay bizə pangeizmi göstərir. Görsün internetdə o Pangeya materikində, yerin ilk yaranışı olan Pangeya materikinə də baxsın, aya da baxsın. Görsün ki, Allah Taala hər gecə bizə göstərir ki, bir olun, birləşin. Birləşməyin, sülhdür, yəni göyə məhəbbətdir, bizi yaradana məhəbbət. Allahın və həm də varlığın sübut edir ki, Allaha inanın. Və gec-tez o elə də olacaqdır, yer kürəsi birləşəcəkdir və insanlar da birləşəcək, o ideya ətrafında birləşib sülh halında yaşayacaqlar. Nə gözəl ki, o günlər bizə də nəsib olsun. İnşallah. Nə gözəl ki, müharibələr bitsin. Doktor... Gələn aydan inşallah, yaxın 2 həftədə bu mövzuda böyük hadisələr baş verəcəkdir. O hadisələr baş verəndə artıq biləcəksiniz ki, bugün yayılır da. May ayında. May ayında, yaxın 2 həftəyə böyük hadisələr olacaqdır. Bu hadisələr pangeizmin tam insanlara çatmasına səbəb olacaqdır. Doktor, bu təbii fəlakətlər nə olacaq o ki, Allah bilir, mən heç nə deyə bilmərəm. Amma ki, onu biləcək ki, dünyada qlobal hadisələr baş verəcək və onun nəticəsində insanlar pangeizmi qəbul edib sülh halına gələcəklər. May ayında. Bu ay başlayacaq. May ayında yaxın 2 həftədə də böyük hadisələrdən sonra insanların diqqəti o pangeizmə yönələcəkdir. Ona görə mən o broşuru buraxıram ki, onda hazır olsun. İnsanlar axtaranda o şeyi axtaracaqlar, onu təqdim edəcəyik biz insanlara və qəbul olunacaqdır. Məcburiyyət qarşısında qəbul edəcəklər dünya. Çünki öz başına heç kim egosundan əl çəkməz. Gərək məcbur olar ki, egonu yenə bilər də. Yəni bir də təkrarlayaq ki, Paşa Yaqubun dediklərinə əsaslansaq, inanmayanlar aya baxsın. Paşa müəllim, elə bir şey qaldı ki, biz o mövzunu yəni sizinlə danışmadıq. Mənə gəlir çox gözəl əhatəli danışdıq. Nə qalıdırsa gələn tamaşaçılar sual yazarlar. Bəli, artıq bunu o suallara da biz növbəti söhbətlərimizdə cavab verərik. O suallara da cavab verərik. Və mən buradan Paşa müəllim çox təşəkkür edirəm. Doğrudan da ondan artıq ki, konkret olaraq mən əsas o hissəni əvvələ çıxaracağam. Negativdə. Konkret olaraq hansı xəstəliklərin saat. Dedi də, miqreni dedi. Miqreni eşitirəndə. Onurğa dedi, susuzluq dedi. Bu pasif baxandan hansı migren deyil. Konkret hansı xəstəlikləri sağaldır? 100 dənə xəstəlikdirsə, onu məsələn 30-u bunu qoysun əvvələ. Konkretdə.
Sualı versin. Doktor, konkret, yəni Doktor Paşa Yaqub konkret olaraq hansı xəstəliklərin sağalmasına qarant durur? Bütün növ qorxular, fobiyalar, sonra zərərli vərdişlərdir, narkomaniyadır, alkoqolizmdir, sonra başqa ziyan zərərli vərdişlərdir, insandan ondan əl-gəl. O qədər mən həm alkoqolikləri, həm narkomanları sağaltmışam. Hətta bu da, günümüzün faciəsidir. Bəli. Panik atak da olur. Panik atak, sonra autizm, epilepsiya, skalyoz. O dedi ki, enerji onurğadan qəbul olunur. Onurğaya gələndə birinci onurğada fəsadlar törədə bilir. Protuziya yaradır, sürüşmə, sonra yırtıqlar yarada bilir. O cümlədən də skalyozu yarada bilir. Onurğanı əyir. Mənfi enerji güclü gələndə artıq onurğa əyilir. Bəzi adamlarda görürsünüz, mesela cavan adamda əyri yerir. Deyirsən ki, cavan uşaqlara deyirlər ki, valideynlər mənə gətirir uşağı skalyozu. Deyirəm ki, uşağa, hələ skalyoz yaranmamış ha. Deyir, uşağa deyirəm ki, düzdən. Deyir ki, elə bir ki, çiynimdə yük var, o yük mənə aşağı əyir. Sonra mən onu seans edirəm, o yükü götürürəm oradan da. Ondan sonra uşaq düz gəzər. Bax, o onurğalar antena kimidir. Birinci dalğaları o negativ enerjidə dalğa şəklində gəlir insanlara. Kənardan dalğalar gəlir. Bu dalğalar birinci qabırğalarla tutur, onurğaya verir. Orada skalyozu yaranır və biz onu müalicə edirik. Və ondan sonra daxili orqanlarda başlayır. Həmin dalğalar mənfi enerji daxili orqanların hansınsa üstünə yığılır, onun funksiyasını pozur, başqa xəstə. O ürəyin üstünə yığılırsa, ürək ağrıyır, biz onu ürəyə də müalicə. O qədər cərrahi əməliyyat təyin olunmuş adamlar gəliblər ki, ürəyimə xəstədir, cərrahi əməliyyat təyin ediblər. Mən o əməliyyatsız sağaldıram. Oradakı toplanan negativ enerjini götürürsən sadəcə. Rahatlaşır da insan. Bəzən heç əməliyyata da ehtiyac qalmır. Əməliyyata ehtiyac qalmır. Sonra həyəcan, panik atak, sayrışan hallar nevrozu, bütün sinir ağrıları, sinir sistemi xəstəlikləri, yuxusuzluq, nevrozlar, əsəb xəstəlikləri, Parkinson, sonra şizofreniya, migren, zob, göz xəstəlikləri, miasteniya, ədələ zəifliyi, ilk 5 illikdə əgər gəlibsə, təzə başlayıbsa, ədələ miasteniya xəstəliyi təzə başlayıbsa, 5 ilə qədərsə, onu mən sağaldıram. Parkinsonda təzə başlayıbsa, ilk 5 illikdə gəlirsə, 100% sağaldıram. Osteoparaz, ürək-damar xəstəlikləri, zöhrəvi xəstəliklər, spid xəstəliklərindən mən sağaltdığım adamlar var. Məsələn, bir qadın gəlmişdi, əri türmədə idi. Türmədən gələn kimi spitə yoluxmuşdu orada. Sağaltdım. Artıq belə üzr istəyirəm, mühəm şeylər, mayelər axırdı da bədəndən, özünü saxlaya bilmirdi, şeylə bilmirdi. Spitdən belə. Mən onu sağaltdım. Heç harasa 1 ay ya 2 ayın ərzində da. Getdi bütün analizlərdə hamısı. Doktor, axı spid deyirlər, o ölümdür birbaşa. O ölüm ona görə olur ki, gəlmir. Bizə yaxınlaşmayanda ölüm ölə bilər də. Bizə yaxınlaşdırsa ümumiyyətlə heç bir xəstəlikdə ölüm yoxdur. Ümumiyyətlə bizim elmdə, elm illadında da sağalmayan xəstəlik yoxdur. Bizə 2 cür adam var. Gələn xəstə var, gəlməyən xəstə var. Gələn xəstədirsə, gəldisə mən onu sağaldıram da. Gəlməzsə, mənim üçün fərqi yoxdur. Onda spiddir, yoxsa baş ağrısıdır, yoxsa ürək ağrır, yoxsa nə ürək ağrır. Mənim üçün fərqi yoxdur. Gəldisə ki, mənim filan yerim ağrır, bunu mən ondan lazımi seansımı verirəm, o sağalır, o adam sağalır. Doktor, qarantiyanız nədir? Garanti bir neçə seansdan sonra o adam özü görür ki, həqiqətən də sağalır. Məsələ bir xəstə var. Və indi bax, ayın 24-ü bir vaxt dediyim kimi, bir daha təkrar edirəm ki, ayın 24-ü bizim aksiyamız var. Xeyri aksiyasıdır. Biz Allah yolunda bir neçə aydan bir mən pulsuz edirəm ki, bu da elmin kəffarəsidir. Yəni elm Allah verirsə, müəyyən qədər bunu insanlara bəzi günlərdə pulsuz verirəm ki, gəlsinlər, müayinə olunsunlar və gözləri görəcəklər. Onda garanti deyir, məsəl var, deyir, iynə burada, İsfahan burada olmasa da iynə buradadır, sən buradasan, mən burada. İndi danışdığımızı əyani şəkildə görmək istəyirsə, buyurun gəlin, görə bilərsiniz ki, düz danışırıq, səhv danışırıq. Amma bir neçə seansdan sonra görə bilərsiniz. Bir seansda çox adam inana bilməz. Bir neçə seans olmalıdır. Ən azından 3 dəfə seans olunandan sonra artıq insan görür ki, bu adam düz danışır, yəni sağalmağa doğru. Doktor, əlaqə quranlar var ki, gəldim, amma sağalmadım. Elə hallar olur.
Olur O yəni. dediklərimin hamısını eləyərsə, hamısına əməl eləyərsə, Olacaq. o sağalır, 100% sağalır. Əməl eləməyənlər yarısını əməl eləyib, yarısını əməl eləyənlər biraz sağalır, biraz da sağalmaya da bilər Anladım. də. Bəzi şeylər var da indi onu Anladım. İnşallah buradan bir də xatırladaq ki, doktorun aprel ayının 24-ü yenə də deyirəm bir xeyriyyə marafonu deyəkmi, Bəli. bir xeyriyyə görüşümü olacaq insanlarla və mütləq tamaşaçılarımız yararlansın. Doktor, təşəkkür edirəm. Çox əhatəli söhbətimiz oldu. Sizə uğurlar diləyirəm. Yəni bu çox gözəl bir işdir ki, insanları yəni öz əllərinizlə, şəfalı əllərinizlə sağaldırsınız. Mən də sizə təşəkkür edirəm Təranə xanım. Çox gözəl suallar verdiniz, gözəl mövzulara toxundunuz ki, biz də insanlara çatdırdıq onu. Tamaşaçılarımıza da təşəkkür edirəm və gözləyirəm onları, aksiyada gözləyirəm. İnşallah. İnşallah. Hamınıza uğurlar. Sağ olun.